mənim yoldaşımın öz dayısı oğlu mənim bıçaqladı 2 dəfə, şikayətçi olmadım. Bir dəfə mən vurdum bunu bıçaqladı, tutturdu məni. Yaxşı tutsaq olduğuma görə tez buraxdılar bizi. Məhkəmədən çıxdım. Nə qədər aliment yığılıb? Aliment dediyi borc 10.000 yığılıb, borcum olub maşınımı vermişəm, borcum olub evimi satıb vermişəm, axırıncı qırmızı iki ev satmışam. Nə pisini, nə yaxşısını, nə belə bir qaynana istəmirəm, nə belə ailə istəmirəm. Vaxtında qaynanam yaxşı olardı, o evləri satmazdım, birini qızıma verərdim, birini oğluma verərdim. Bu 2 uşağım var ondan başqa, qız uşağım var, xəstənəm var. Tam məbləğ deyil, gətir ver yoxsa tutur. Allah bu qaynıma lənət eləsin. Görsün bu video, məni zülmlə ayrıldı ki, yox, ayrılmalısın. Ailə uşaqlı onu götürüb evdən qaçırmışam rayona. Gəlib baskın eləyiblər, məni ailə millətlə içində ki, yox, biz qıza buraya gəlir rayona, qırğında, davada biz qıza aparmalıyıq. Qaynanası buna deyirdi ki, intizar mənim qızımı döydü. Taxsiri olanda mən döyəcəm. Sən onu çırpma vurma ixtiyarım. Deyirsin ki, mənim ailəsi, yoldaşı mənim. Mən döyməyim, sən döyəsən. Məşğulluğa müraciət eləmisiniz? Məşğulluq mənə 10.000 verməyəcək. Ən azından 1200 mal lazım. Həm ailəmə verəm, həm bu ailəm dolansın. Özüm də insanam, bir də 2 xeylağıyam. Elə bir cimdə pulum mənim cimdən çıxardan 1 manat 2 manat. TikTokda falan qeyri-əxlaqi səviyyəsi olan insanlara xərclədiyiniz gəlin İntisar bəyə dəstək olun. Biz qanun çərçivəsində çalışırıq ki, məsələni aydınlaşdıraq, müzakirə eləyək, işıqlandıraq. Götürmez. Açmır telefonu.